Mən Həzi Azadoğlu Aslanovam. 1910-cu ilin 22 yanvarında Lənkəran şəhərində anadan olmuşam. Uşaqlıq illərim Lənkəranda keçib, burada orta təhsil almışam. Gənc yaşlarımdan hərb sənətinə maraq göstərmiş, hərbi məktəbdə oxuyaraq zabit kimi yetişmişəm. 1929-cu ildə Qırmızı Ordu sıralarında xidmətə başlamış, tank qoşunlarında komandir vəzifəsində çalışmışam. İkinci Dünya müharibəsi illərində Stalingrad və Baltikyanı döyüşlərdə böyük qəhrəmanlıq göstərmişəm. 1943-cü ildə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşəm. Mənim rəhbərlik etdiyim tank briqadası bir çox şəhərlərin azad olunmasında mühüm rol oynamışdı. Döyüş meydanında həmişə əskərlərimin önündə olmuş, onlara inam və cəsarət vermişəm. Mənim üçün vətən sevgisi, mərdlik və yoldaşlıq hər şeydən uca idi. Mən inanıram ki, vətənə sədaqət və fədakarlıq hər bir insanın ən böyük borcudur. Arzum budur ki, Azərbaycan gəncləri vətənini sevərək, onun gücü və azadlığı üçün çalışsınlar. Gənclərə uğur arzuluyuram. Çünki sabahın qəhrəmanları bugünün gəncləri arasındadır.